Gözlə göstərir daşı. Heç Qazaxstanda daş yoxdur, hə? Ha, onu diyeceğim ki ben bu taşı koyarım bir kenara. İkimizin istediğimiz bir şey var ki onu reallaştırmıştık. Mən də deyirəm ki, ay müəllim, bizim işimizin istədiyi nə idi axı belə? Sən nə istəmirsən müəllimlə? Bir ağlına gəlsin də. Bilmirəm də biz istəyən şeylər köpdə. Nə istəmişik köp olsun, niyə yalan danışırsan? Nə istədim mən? Çok şey. Nə mesela? Nə istədim? Şans, gücür. Benden istemeyip şarkışan zaten. Yeni duet yazış istedik mi? İstedik. Doğru mu? Hər şey üstündə töksün ortaya, hə? Düzdü mü? Neyse, en güzeli biz istediklerimizi burada söylemeyek. Çünkü zayı çıkacak vallahi, öyle hissediyorum mesela. Sen de iki taşın ortasında öyle söylemeden mi anladın? Ama iki taşın ortasında kötü demedim ki. Yani ben sana dedim ki konser zamanı biz provalar ettiğimiz zamanı ben bir gittim ellerimi yıkamağa, yüz makyaj falan elemeye gittim. Belki iki o dakika arasında sen gitmişsen müəllimin yanına, müəllimle ne orada sözler demişsen müəllimin o sözler onun ağlında kalıp sonra seni çağırıp yanında deyip ki bala sen əziyyət çəkmə, istediğin tek bunlar olsun dedi de ben ne bileyim axı. Ne dedi? Bu ne dedi ya? İki taşın arası o deməkdir benim anlattıklarım. Sen cın demişsin bu mıyın istiyorsun? Kalk ortada bana iki taşın ortasında deyin hangi ben aytıp kettiniz? Kalk ortada niye hırsızsın al konsertke dayındal. Al ne diyelim? Söyledim ki ben 2 dakika iki dakika böyle başımı çevirdiğim zaman sen belki müəllimin Orada yanına- ne yap? Ne başını? Mesela yani Allah məsəl üçün yani ben bütün günü senin yanında değildim de bir çıkmıştım da koridora da ikiz kimi gəzirdik mi bir yerde? Gəzirdik gəzməklə. Gəzirdik ama yani arada bir ben de gedirdim de koridora zada çıxırdım da mən də. Kaç? Nasıl? Ya. Ben buraya Ay niye, müəllim bir danış arada nəfəs al, hə? ben buraya niye kalkmıştım? Yadımdan çıkmıyor. Danışın da müəllim başlandı. Rəhmətli nənəm söylemek. Vallahi sənin nənən Allah haqqı şah bugün çok galiba çok rəhmət istəyir özünə. Vallahi 10 dəfə Evet. nənən Allah ona rəhmət eləsin, məkanını cənnət Əmin. eləsin, toprağını Əmin. rahat eləsin. Vallahi yazıq arvad bayaqdan dayanmadan rəhmət istəyir. Əmin əmin. Danışabilirim. Hə, buyurun, buyurun. Allah sizin de nəzərin tarafını ikizini təyin edəcəm. Deməli, məsələ nədir? Sizin ikimizin istədiyiniz bir şey var idi ki, onu mən Vüqar müəllimin yanında danışdım, onu reallaşdırdıq. Caqsı, düşündüm. Caqsı. Hacım. Caqsı. Nə? Da anlatarım da sonra Ne sana. o? Dinle de bir dinle göre adam ne deyir. Buyurun müəllim danışın. Yo, siz orada, nə dediniz orada? Ben de Caqsı da bilmiyorum da. Qazaq dilində yaxşı deməkdir. Sən öyrətmədin mənə caqsı sözünün yaxşı olduğunu. Niyə bilmirəm deyirsən? Yo sana söyledi ki ne eder bu dedi de ben de bilmiyorum ne etti bu. Sen dedin mi? Narahat olma. Mən sənə öyrədərəm, heç narahat olma. Dost-dostla Ha, nə ha. gün də lazımdır. Ha şu kıyın günlerde lazım da. Mən də sənin kıyın yanındayım da. Ha. O nədir elə orada? Yenə bilet soruşurlar müəllim. Yo, bilmiyorum, zəng, o deyil, o başqa şeydir. Mən Hə. söz danışırdım, gene yadımdan çıxdı. Özümü gücünə cilovladım deyim, gene nəsə caqsı elədi, qutardı getdi.
Yine yadından giderdi hazır bu kürkü. Ben sizle sağollaşım. Müəllim sən Allah deyin də görün nə deyirsiniz. O təzədir o. O da təzə çıxdı. Kulaka tıkar da bu. Uyuganda kulaka tıkıp uyursan da. Başka hiçbir şey kalmadı da burada. Niyə? Ha? Ah. Cevap Ya- versene ne? Müəllim sən nəyə güldün? Mən gülmədim. Nəyə güldün? Gülmədim. O yaşıl söhbətini tuta bilmədi mi? Düşünün, sağ olun. Allah xoşbəxt eləsin. Hə, deyirəm ki, mən sizlə sağollaşıram. Aha. Yadımdan çıxdı, WhatsApp-da danışarıq. Yəni heç indi istəsəm də danışamaram. Xoşbəxt eləsin. İnşallah ki, özünüzdən müğayət olun. WhatsApp-da danışarıq. Amma sizə verəmək ki, bax, mən qazdan verirsiniz bunu. Oldu. Sizə xoş yayımlar. Gecəniz xeyrə. Hə? Ne oldu? Niye? Kir maşina bitti. Kir yudunuz mu müəllim? Sen ne bilirsen paltar yandı. Paltar yudunuz mu? Ha, Ha, kir bitti. Bitti vakti bitti. ha gelirim. Allah versen sen de yazsana. Geceniz xeyrə qalsın, yuxunuz şirin olsun. Bana yazgan. Ben özüm de yoram. Ha, kimin emin inşallah canım biter. Oldu kardeş, sağ ol.